Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalıda mərkəzdə var, 4 saylı məktəbin yanında sizə 3 otaqlı bir dənə mənzil çəkib təqdim edəcəm. İcra hakimiyyətində yaxınlığında. Bu yolu görürsünüz, sola dönən kimi elə icra hakimiyyətinin staforudur. Gəlirsiniz, baxırsınız, binanın da kupçası alınıbdır. Birinci mərtəbədədir mənzilimiz. Bax, görürsünüz, bax, birinci mərtəbə bura gedir. Buranın arxası da belə deyək də, obyekt olmalıydı, alınmadı. İndi orada belə bir hardasa 5 dənə mənzilimiz var. Hamısı da satılıbdır demək olar. Bir dənə mənim mənzilim qalıbdır. Təmir edib, indi qoymuşuq, çatmışıq satışa. Gəlirsiniz, baxırsınız, kim alsa Allaha xeyrini versin. Bax, bura binanın arxasıdır. Görürsünüz, rişotkalar. O mənzillər bizə aiddir. Bizim mənzillərdir. Bura binanın böyük hissəsidir. Bura məktəbdir. Bura bizim mərtəbəmizdir. Bax, gördüyünüz kimi. Bunlar bütün evlər satılıbdır. Bura komendantın otağıdır. Bu evlərdə burada yaşayış da var. Daxil olduq evimizin içinə. Bura giriş hissəsidir. Qapını da bağlayaq. Şkaf yığmaq üçün qəşəng burada yerdə düzəlibdir. Hörmətli izləyicilər. Bura sanitar qovşağıdır. Gördüyünüz kimi. Bax, uşaqlarda quraşdırılıb. Görürsünüz. Beşilkasına kimi quraşdırıldı. Granit mərmər gördüyü hissələr hamısı isti poldur, isti döşəmədir. Bura bir yataq otağıdır. Gördüyünüz kimi uşaqlar üçün nəzərdə tutulub. Pərdə də lüstrdə hər bütün otaqlarda vurulubdur. Keçək ikinci yataq otağını göstərək. Bura ikinci yataq otağıdır. Böyüklər üçün nəzərdə tutulmuş. TV stendinə kimi var. Qiymətdə bugünkü günə çox əla bir qiymət qoyulubdur. 72.000 manata, yəni çıxıb satışa. Burada da. Bura qonaq otağıdır. Bura da isti poldur, isti döşəmədir. Çox gözəl bir qiymətə çıxıb satışa bu mənzilimiz. Təmiri də əladır. Yəni gəlib özünüzdə şahid olasınız. Bura mətbəx hissəsidir. Kondisioner üçün yerdə qoyulubdur. Belə bir balkonu da var. Görürsünüz, kollektor sistemi hamısı qoşulub. Bir dənə qalır aparatı qoymağımız. Arxada məsafə lap çoxdur. Gəlin, baxın. İndi yerində endirim də olacaq. Real alıcı olsa yerində danışılacaq qiyməti. Kupça da var. Dediyim kimi kupça, binanın kupçası alınıbdır. Alan adam birbaşa alqı-satqıdan sonra gedib özü kupçasını ala biləcək. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim alsa Allah xeyrin versin. Hər